Salam, hər vaxtınız xeyir olsun. İmmuniteti təbii şəkildə gücləndirən, evdə hazırlanan bir resepti sizinlə bölüşmək istəyirəm. Havalar soyuduqca virus xəstəlikləri baş qaldırır. Bu dediyim resept immuniteti gücləndirmək baxımından çox önəmlidir. Burada bizə 2 dənə ingredient lazım olur. Limon, bir ədəd limon və mixək. Limon bilirsiniz ki, təbii C vitaminidir, antioksidanttır, xroniki yorğunluğu aradan qaldırır. Bu həm antibakterial, həm antiviral xüsusiyyətlərə malikdir. Limonun qabığında kalio, kalsium, vitamin A, vitamin C, liflər vardır ki, bu da yüksək təzyiqi aşağı salır, ürəyi möhkəmləndirir, qanda yağları əridir, xolesterini azaldır, xərçəng əleyhinə təsir göstərir. Mixək özü parazit əleyhinə, virus əleyhinə, göbələk əleyhinə və bakteriya əleyhinə təsiri vardır. Limon suyu və limon qabığı ilə birlikdə çox güclü təsirə malikdir. Mixəyi və limonu götürürük və bir limonu yarıdan bölürük, suyunu sıxırıq, ayrıca kənara qoyuruq. Sonradan limonun qabıqlarını xırdıqla doğrayıb böyük qaba tökürük, mixəyi əlavə edirik üzərinə, qaynadırıq və 4 stəkan su əlavə edib qaynadırıq. Sonra istiliyi azaldırıq və 5 dəqiqə müddətində bişirmək lazımdır. Soyuduruq 10-15 dəqiqə müddətində, sonra bunu sıxıb, balona sıxırıq və soyumağa qoyuruq. Üzərinə əvvəldə hazırladığımız limon suyunu əlavə edirik ki, və istədiyimiz eliksir hazırdır. Bunu 3 gün müddətində soyuducuda saxlamaq olar, 7 gün istifadə etmək lazımdır. Bal da əlavə edib istifadə etmək olar. Bu hazırladığımız eliksir immunitetinizi qaldıracaq, maddələr mübadiləsini yaxşılaşdıracaq və sizə enerji verəcəkdir. Hamınıza can sağlığı arzu oluram, özünüzdən müğayət olun.